Bəzən biz başımıza çətin işlər gəlir, başlayırıq cəmaatla acı davranmağa. Deyir, qanı qaradır atamızın, yaxınlaşmayaq. Şimrə dönüb bugün, işində məsələn nəsə problem var. Orada da evdə hamının əl-ayağı əsir ki, atam əsəbidir, misal. Bu niyə görə əsəbi olmur? Ona görə ki, çətinliklər, bəlaları da müvəqqəti bilir. Dərdləri də ürəyinə salmır. Bir alimdən mən bunu eşitmişəm, deyir, sinif yoldaşım idi bir nəfər. Məktəbdə bir yerdə oxumuşduq. Gəldi, deyir, görüşmək istəyirəm. Özümü hazırladım ki, buna nəsihət edəcəm filan. Dedi ki, çətinlikdəyim. Dedim, indi adətən nə deyirsən çətinlik onlara? Ayə oxursan, hədis, nəsə. Deyir, bu danışmağa başladı. O qədər problem saydı ki, ailədə problem, canı xəstə, nə bilim mən, işi belə, hər şey problem. Elə bir vəziyyətdir ki, dedim, mən, ay Allah, buna da təsəlli verməyə də sözüm yoxdur. Təsəlli verməyə sözüm yoxdur, deyir, birdən Allah dilimə belə bir şey saldı, heç özümdən asılı deyildi. Deyir, dedim, neçə yaşım var, dedi, bir sinifdə oxumuşuq da 40 yaşım. Dedim, bu 40 il necə keçdi, deyir, bir göz qırpımında, çox tez. Bundan sonra nə qədər yaşayarsan, dedi, belə vəziyyətlə nə bilmə, 1-2 il. Dedim, yox, 1-2 il yox, tutaq ki, 40 ildə bundan sonra yaşayacaqsın. 40 il nədir ki, bir göz qırpımıdır. Məsələn, nə olacaq ki, 40 il bu çətinliklərlə yaşa, sənə uzun gəlir, uzun deyil axı, çox qısadır, çox sürətlidir. Deyir, dedi ki, amma yaxşı dedin, ağıllı söz dedin. Deyir, səhərdən belə deyir, mən bir ömür məni incidən bu həyat yoldaşımla yaşamalıyam. Dedim, bu bir ömür nə qədədir? Bir ömür deyirsən, biraz döz həyat yoldaşı var, biraz döz. Sonra əbədi rahatlıq gəlir, həmişəlik. Biraz kimi görəndə, deyir, ağlına baxdı, dedi ki, halaldır, çox gözəldir. Sonra deyir, gördüm, yavaş-yavaş işlər düzəlir.